O qara gözlərinin qəbzəsi yandı. Qardaş, Allah rızası üçün mənə bir manat pul verərsən, nə olar? Sağ 1 manat yox, 100 dollar verirəm amma bir şərtlə. Burada bir dənə Qobustan qayalar oynayassan. Hə, olar. Dur. Olar. Gör nə deyirəm. 100 dollar yox, sənə 400 də üstünə qoyuram, 500 dollar amma 5 dənə gün buraxsan. Ala bir. Ay sağ ol. Gör nə deyirəm, bu kuruğu görsən kuruğu. Bu kuruğu 30 saniyə qaçsan, sənə 2000 dollar verirəm. Götürül, getdin. Müəllim, gəldim. Mənim 2000 dollarımı verin də zəhmət olmazsa. Mənim gözüm üstə verimlə ha. Oturmuşsan burada dilənirsən, xəbərin var, qaçış üzrəsən, dünya rekordu qırdın. Sən hamımızda sağlamsan, Müəllim, düz deyirsiniz. Əslində mən əlim də var, qolum da var, sağlamam da. Amma ki, bəziləri kimi yaltaq deyirəm. Pul qazanmaq, kişi kimi pul qazanmaq bu dövrdə çox çətindir. Sən belə dedin, mən təmiz ürəyim ağrı deyirsən. Gör nə deyirəm, mənim şirkətimdə mənə bir dənə yaxşı söz aparıb gətirən lazımdır. Belə bilsən qədər, işçilər üzünə söylsin, desin, yaxşı elə, mən müdürün adamıyam. Gələ bilərsən, aya 2000 dollar vereyim. Müəllim, sizin başınıza dönərəm, sizə qurban olaram. O iş mənlikdə nə? Sizin oxunuzda var ha, quş uçmayacaq. Hamısı bura məqamında sizdədir. Ay, sağ ol. Allah sizdən Sən yenə kimi bir yol göstərən olur.